Sen buyur. Bismillahirrahmanirrahim. Ben de kardeşlerin Şirin doğduğunda 500% razıyım. Ağıya evvelde başsağlığı dileyirəm ki, böyük kurban verib. Hazreti Hüseyin Aleyhisselam, Cəddi Hüseyin Aleyhisselam Əliyeşbəri birinci yola sarıb meydana ki, söz söhbət olmasın. Ağam mən o zaman yadımdadır, kızlar. Ama övladı yola salanda, yani ağlayarak gülə-gülə yola saldı ki, vətən yolunda vətən dağ deyil, çətin deyil. Siz de qeyd elədim mənim ki, qarma qarşılıq vaxtıydı, amma ağa onda çox rəşadətlə oğlunu yola saldı ki, o seyid balasını yola saldı. Ki, vətənin çətin günündə yarasın. Amma orada milyonlar vardı. Amma Allah seçdi onları. Oradan da mən fikrinə qoşuluram. Kim layiq idi belə? Əzlər mən nə olub və başda bizim rəhbərimiz olmaq şərti ilə müsəlman şəhidləri, kafirlər o ölkə, basqın bizim ölkə kimi məsələn, müsəlman dünyasını hər yerdə əzirdilər, sındırırlar, qırırdılar. Mən İraq vilayətində olanda bütün şəhidlərin şəklinə baxdım. Mirasfalan da şəklinə baxıram. Yəni, digər şəhidlərin şəklinə baxıram, eyni təbəssümü görürəm onların simasında. Bəli, Allah bütün varlıq aləmində olan müsəlman şəhidlərin sanki seçibdir. Sanki onlar o insanların seyidləridirlər. Onlar doğrudan da bəli, rəhmətə layiq olublar. Dedi, Əli haqla, haqq da Əli ilə deyil. Ox hara atılırsa, Həzrət Aleyhisselam buyurdu ki, haqq oradadır, hədəf oradır. Onlar hədəf olurlar ki, haqqın məhvəridirlər onlar. Allah'a and verirəm Allahlığına, Allah onları, o şəhidlərimizi və mirasif balamızı Əli Ekbərdən ayrı salmasın. Ata-anasına səbir cəmil versin istəyənlərine. Və ki, bu günləri yad elə əzizlər, Allah Teala bu yad eləyən əzizlərdə, qardaşlarım, əzizlərdə Allah yerin göynə fatından bəlasını hepsəsin. Belasif ağanın cəddinin sayəsini işlərimizdən kəsməsin inşallah. Allah onların ruhumuza duası qərar versin. Amin. Təşəkkür. Buyur ağam. Bir dənə sakit olalım. Bismillahirrahmanirrahim. Kur'an-ı Kerim'de Allah Teala bir de şeyi murdar buyurdu. Biri kandı. Ve ölenlerimizi kusursuz dəfn edə bilmərik. Amma şəhidlər məqama baxılan ki, əgər şəhid, cəbhədə şəhid olduğu yerdə dəfn olursa, onun elə qanı onun qusurudur. Kan umurdan mundardır ha, amma gör şəhidin qiymətinə bax, həmin şəhidin onun qanı elə onun qusurudur. Onun əlindəki libası onun kəfənidir. Yəni şəhidlər Allah görünə məqam verir, bizdə amma tarşa biz o məqamdan azdan olsa bilək, məqamları tanıyaq, Allah şəhidlərimizi dərəniz alı mütəali eləsin, Əli Əleyhisselam üçün alışanmasın, ağamıza, bütün istəyənlərdə səvr cəmlət eləsin, Allah qoymasın buradan sonra bizim Azərbaycanımız parçalansın, düşmənlərimiz harcəli olsun, sevənlər Allah bizə xoşbəxt eləsin. Allah cəm şəhidlərimizin rəhmət et. Bu günləri vətən uğrunda fərq eləmir. Birinci, ikinci və torpaq uğrunda vətən üçün canından keçən qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şəhidlərimizlə də bahəm, hər ağızda bir dua var. Bədənin müəyyən hissəsini vətən uğrunda qurban verib, gecəni səhərə qədər sızıltı ilə atsalar da təki vətən sağ olsun deyən qazilərimiz var. Allah qazilərimizə şəfa versin. Veteranlarımız oldu, son nəfəsə qədər vuruşub. Şəhidləri, qaziləri çıxartsa da yeni irəli gedərək şərəfsiz düşmənləri torpağımızdan çıxartdılar. Allah veteranlarımıza can sağlığı versin. Əskərindən zabitinə kimi bugün üçrəyli bayraq altında Azərbaycan ordusu dayanıb. Bizləri qoruyur. Allah ordumuzu qorusun. Şəhid atalarına, şəhid analarının qarşısında baş əyirik. İlk öncə Allah can sağlığı versin və səbir versin. Şəhid atası qarşında baş əyirəm. Və bir daha sizin simoza bütün şəhid valideynlərin qarşısında baş əyirik. Bu azadlığa Allah bizlər üçün, xalqımız üçün, Azərbaycan üçün əbədi eləsin. Və bir daha İslam dininə Allah qüvvə versin. Həmişə əbədi bizim Azərbaycan torpaqları uğrunda canından keçən şəhidlərimizin ruhun şad. Azərbaycanımızdan da Allah Ekber səsi əskik olmasın. Var olasınız. Təşəkkür. Təşəkkür, Allah sizi qorusun. Var olasınız. Var olun.